Nuranə xanım, insan daha çox sanki başqalarını önə qoyur, özünü fonda saxlayır da bir növ. Sizcə niyə insan öz dəyərini gec anlayır, gec bilir? Gec yoxdur. Vaxtıdır. Məsələn, imla dəftəri, birinci sinifdə olan bizim riyaziyyat dəftərlərimiz, bizim, bilmirəm, indi uşaqlarda da yəni ki, bir qaralama dəftərimiz olurdu. Yəni, bir məsələni həll edib onu daha rəvan, daha rahat edə bilməyimiz üçün bizim qaralama dəftərimiz olmalıdır. Biz mütləq hansısa şeyi səhv yazacağıq. Bu baxımdan gec yoxdur. Çünki 20 yaşımda bir şeyə başa düşməyim o demək deyil ki, mən 40 yaşda da o düşüncədə olacağam. Ola bilər bir şey biraz gec olsun, bizə görə gec. Amma o onu yoğuran amillərdir. Və insan xarakter və xüsusiyyəti və özünü kəşf eləməyi, özünü dəyərli bilməyi üçün bir proses yaşanmalıdır ki, mən daha dəqiq başa düşüm ki, bu çox böyük bir dəyər imiş mənim üçün. Öz dəyər nədir? Ümumiyyətcə dəyər nə deməkdir? İnsan özündə dəyər tapmağı nə deməkdir? Bəli, məsələn, şəxsi adıma deyirəm ki, mən bir var qurban eləmək özünü, bir də var ki, mən özümü o qədər sevirəm ki, mən fədakar olmaq özümə yaraşdırıram. Yəni, sevgidən fədakar olmaq, özümə dəyər verirəm deyə yaxşı söz danışmağı seçirəm. Özümə dəyər verirəm deyə yaxşı yerdə oturmağı seçirəm. Bir dəyərim olmalıdır ki, keçəndə də lazımlı bir şeydən keçə bilək.